Herkese salam. Bugün artıq biz C# kodlarımızı yaza bilməyimiz üçün lazım olan IDE-ni yükləyəcəyik. IDE, yəni Integrated Development Kit deməkdir açılışı. Yəni lazım olan platformanı yükləyəcəyik. Bunu yükləmək üçün ilk növbədə brauzerimizə giririk və axtarış hissəsində Visual Studio yazırıq və qarşılaşdığımız ilk veb-sayta daxil oluruq. Biraz aşağı düşərək Visual Studio və Visual Studio Code ilə qarşılaşırıq. Bu hər iki platforma C# yazmaq üçün uyğun bir IDE-dir. Lakin biz bunlardan birini yükləyib, biri üzərindən kodlarımızı yazacağıq. Bəs bunların fərqləri nədir? Visual Studio Code C# yazmaq üçün daha nisbətən yüngül bir proqramdır. Və burada hazır .NET frameworkləri olmur, yəni hazır layihələri açılmır. Yəni əlavə extensionlar yükləməklə biz burada C# kodlarımızı yaza bilərik. Visual Studio isə nisbətən daha ağır bir platformadır və burada C# kodlarını yazan zaman hazır .NET texnologiyaları üzərindən hazır layihələri aça bilərik. Yəni C# üçün daha çox imkanlar irəli sürür və Visual Studio ümumiyyətlə Windows istifadəçiləri üçün daha geniş imkanlara sahibdir. Amma Visual Studio Code, yəni Windows, iOS və Linux kimi əməliyyat sistemlərində üçünü də dəstəkləyir. Amma biz Visual Studiodan istifadə edəcəyik və bunun yükləmə prosesini izləyəcəyik. Bunu yükləmək üçün aşağıda Download Visual Studio bölməsi var və buna yaxınlaşan zaman 4 dənə hissə ilə qarşılaşırıq: Community, Professional, Enterprise, Preview. Bizə lazım olan hissə Community 2022-dir. Community 2022, yəni daha çox öyrənim məqsədli, yəni pulsuz versiyasını bizə irəli sürən bir versiyadır. Professional daha çox professional versiyasıdır və Enterprise isə müxtəlif qurum və ya şirkətlər tərəfindən verilən versiyadır. Bizə lazım olan hissə Community 2022-dir və biz buna klikləyən zaman belə bir sayt açılır və bizim yükləmə prosesimiz başlayır. Yəni bu hissəyə klikləyərək bunun Run düyməsinə basacağıq və yükləmə prosesi baş verir. Məndə Visual Studio hazır yükləndiyi üçün belə göstərir. Yəni deyir, bunu yüklədiyin üçün, yəni setapa yəni hazırdır bizdə. Sizdə belə bir hissə açılacaq və yüklənmə prosesi baş verəcək. Və bu pəncərə deyil də, məndə hazır olduğu üçün bu pəncərə açılır. Amma sizdə o yükləmə prosesi baş verəndən sonra ola bilər ki, sizdən istəsin qeydiyyat hissəsini, yəni sign in, create a new account və yaxud da skip for this gələ bilər. Siz hələ ki müvəqqəti olaraq skip for this deyib, yəni hesab yaratmadan istifadə edə bilərsiniz. Və növbəti hissədə bu pəncərə ilə qarşılaşacağıq. Bu pəncərədə gördüyünüz kimi müxtəlif seçimlər var. Bu seçimlər yəni bizim gələcəkdə və hal-hazırda hansı nə cür layihələr işləyəcəyimizdən asılıdır. Bizə hal-hazırda lazım olan hissə .NET Desktop Development-dır. Bu bizə Windows Form yazmağa və yaxud da C# yazmağa və konsol layihələri yazmağa kömək edən, yəni dəstəkləyən paketdir. Yox, əgər siz desəz ki, mən gələcəkdə ASP.NET ilə veb saytlar yazacağamsa, yəni bunu da yükləyə bilərsiniz. Yox desəz, mən gələcəkdə Python yazmaq istəyirəm, bu paketi yükləyə bilərsiniz və ya Node.js yazacaqsınızsa, Node.js də yükləyə bilərsiniz. Yəni burada göründüyü kimi müxtəlif seçimlər var və yaxud da burada Unity hissəsi var idi. Yəni oyun yazmaq istəyirsinizsə, Unity paketini də yükləyə bilərsiniz. Amma hal-hazırda bizə lazım olan tək .NET Desktop Development-dır. Yəni məndə hazır yüklü olduğu üçün bunlar seçilmiş göstərir. Amma siz hələ ki sadəcə bunu seçə bilərsiniz. Və sağ tərəfdə də hazır seçimlər gətirir. Yəni istəyə uyğun bunları seçib və ya dəyişə bilərsiniz. Və bu hissədə sizdə nə qədər yaddaşda yer tutacağını göstərir. Məndə yüklü olduğu üçün göstərmir. Məsələn, mən bunu seçməsəm 218 meqabayt mənə yer ayıracaq. Yəni belə deyək, yaddaşdan 218 meqabayt siləcək.
Və burada məndə modify göstərir, amma sizdə install göstərməlidir. Yəni install düyməsinə basdıqdan sonra artıq həmin yükləmə prosesi başlayacaq və bu proses biraz uzun çəkə bilər. Yəni biraz gözləməli olacaqsınız. Və nə qədər çox paket seçsəz, o qədər də daha çox yaddaşda yer tutacaq və yuxarıda bu hissələr var. Bu hissələrin özü avtomatik də olur və bizim bunları dəyişməyə ehtiyacımız yoxdur. Language Packs hissəsi ən önəmli hissədir. Bu hissədə bizə lazım olan dili seçirik. Yəni siz Turkish, Russian və yəni özünüzə uyğun hər hansısa bir dil seçə bilərsiniz, amma ən uyğunu ingilis dilini seçməkdir. Çünki məsələn kod yazan zaman bəzən elə terminlər olur ki, siz onları araşdırarkən ingilis dilində minlərlə, yüzlərlə saytlar qarşınıza çıxa bilər, mənbələr qarşınıza çıxa bilər. Amma məsələn türk dilində və yaxud da hər hansısa bir kənar dildən araşdırma aparan zaman qarşınıza o qədər də mənbə çıxmaya bilər. Yəni bilindiyi kimi ingilis dili yəni beynəlxalq olaraq qəbul olunmuş bir dildir. Ona görə də mənbələrin çoxu ingilis dilində olur və həmin bəzi terminləri də ingilis dilində öyrənməyiniz məqsədə uyğundur. Locations bölməsində isə deməli proyektimizi hara yükləmək istəyirik, onun haqqında, onun yerini göstərir. Burada məndə artıq yüklü olduğu üçün bu hissəni göstərə bilməyəcəm. Amma burada sizdə 3 nöqtə ola biləcək və həmin nöqtəyə basan zaman proyektinizi başqa bir yerdə saxlaya bilərsiniz. Bu hissəni ümumiyyətlə hər yerini tamamladıqdan sonra install düyməsinə basıb yükləmə prosesi başlayır. Yükləmə prosesi də biraz uzun çəkə bilər, yəni bir 10 dəqiqə və yaxud da daha çox da ola bilər. Bu sizin kompüterinizin sürətindən və internetinizdən asılıdır. Həmin hissə bitdikdən sonra artıq bizim başlat və yaxud da start düyməsinə basaraq proyektimizi işə salacağıq. Bu zaman belə bir pəncərə ilə qarşılaşırıq. Pəncərədə sol tərəfdə bizim yazdığımız proyektlər, layihələr sol tərəfə düşəcək. Yəni sizdə heç bir proyekt olmadığı üçün sizdə ona görə heç bir layihə görsənməyəcək burada. Və burdan da həmin layihənin adı ilə axtarış vermək olur və s. Sağ tərəfdə isə bizim yerinə yetirmək istədiyimiz əməliyyatlar mövcuddur. Məsələn, biz indi yeni bir proyekt yaradacağıq və buna basacağıq. Yəni yeni bir proyekt yaratmaq istəyiriksə buna və yaxud da kompüterimizdə hazır olan bir proyekti açmaq üçün, qovluqda olan proyekti açmaq üçün buna basarıq və yaxud da uzaqdan hər hansısa bir yazılmış proyekti öz idemizi çəkmək üçün buna istifadə edə bilərik. Amma hal-hazırda bizə lazım olan Create a New Project-dir. Bura daxil olduqdan sonra bizim lazım olan hissəmiz konsol hissəsi olacaq. Çünki biz kodlarımızı konsol üzərindən yazacağıq. Burada dillər var. Bizə lazım olan dil C#-dır. Burada əməliyyat sisteminə uyğun olaraq seçirik Windows və bizə lazım olan isə konsoldur. Console app.NET Framework seçərək biz proyektimizi başladırıq. Sol tərəfdə yenə bir pəncərə açılır və burada project name yazılıb. Project name yəni adının da bəlli olduğu kimi bizim proyektimizin adıdır. Proyektimizin adını məsələn qoyaq C# ilk dərs yazaq məsələn. Bu bizim proyektimizin adı. Fikir verdinizsə bunu yazdıqca bu hissədə avtomatik olaraq doldu. Yəni solution name, hansı ki proyekt name'imiz solution name'in içərisində yerləşəcək. Və yəni biz bu solution'un içərisində müxtəlif proyektlər aça bilərik. Yəni solution name-in adını istəsəz dəyişə bilərsiniz. Məsələn 1 qoya bilərsiniz və s. Hələ ki eyni qalsın. Location hissəsində isə bizim proyektimizin harda saxlanacağı haqqında məlumat verilir. Biz bu yeri 3 nöqtəyə basaraq yerini dəyişə bilərik. Hər hansı bir qovluğun içinə və yaxud da başqa bir hissəyə dəyişə bilərik. Və create deyərək biz proyektimizi artıq başladırıq. Bir neçə saniyə çəkə bilər bu hissə. Aha, bizim artıq proyektimiz açıldı. Belə bir pəncərə ilə qarşılaşırıq. Bu hissədə sol tərəfdə biz kodlarımızın yazılması lazım olan hissədir. Sağ tərəfdə isə bizim yaratdığımız proyektləri görürük. Burada ümumiyyətlə çoxlu hissələr var, hansı ki biz bunları işlətdikcə tanış olacağıq. Təbii ki, bunların hamısını öyrənmək
vaxt alır, yəni öyrənmək mümkün deyil. Əslində mümkündür, sadəcə yadda saxlamaq lazımsızdır. Yəni biz işlətdikcə araşdıra-araşdıra lazım olan hissələri öyrənəcəyik. Bəs bu hissəni birinci aydınlaşdıraq. Bu hissə nədir? Yəni bayaq da qeyd elədiyim kimi, bura sol tərəf bizim kodumuzun yazacağımız hissədir. Yəni kodlar yazılacaq hissədir. Burada isə onların sətirləri göstərir. Birinci sətir, ikinci sətir, üçüncü sətir. Burada lazımsız olan hissələri silsək, belə bir, məsələn, 14 sətirlik bir kodumuz var. Yəni kodları yazdıqca sətirlərin sayı da artır. Sağ tərəfdə bizim bayaq yaratdığımız project name-dir. Bu da bayaq yaratdığımız solution-dur. C# ilk dərs. Əgər biz məsələn, bir yox, bir neçə dənə proyekt yaratmaq istəyiriksə, bu zaman solution-u sağ klikləyərək, burada add hissəsinə klikləyərək new project deyirik və eyni prosesi təkrarlayırıq. Console app.NET Framework deyirik. Məsələn, bunu da C# ilk dərs 2 deyək. Və fikir verirsinizsə, burada artıq solution hissəsi yoxdur. Çünki biz artıq hansı solutionun içərisində bu proyekti yaratdığımızı bayaq seçdik. Və create düyməsinə basaraq ikinci bir proyektimizi yaradırıq. Baxın, bu birinci, bu da ikinci. Və fikir verirsinizsə, burada biri qalın hərflərlə yazılıb, biri isə nazik hərflərlə. Bunun səbəbi bizim hansı proyektin işə salınacağını göstərir. Yəni ilk olaraq məsələn biz bu proyekti işə salsaq hansı işə düşəcək? Birincimi yoxsa ikincimi? Və qalın hərflərlə hansı yazılıbsa, deməli həmin proyekt işə düşəcək. Gəlin ümumiyyətlə proyektin işə salınma prosesini haqqında danışaq. Biz əgər məsələn C# ilk dərsi belə deyək, işlətmək istəyiriksə, bu zaman buna sağ klikləyərək, burada bir dənə 3 hissə var. Üçü də işə salmaq üçündür. Lakin bunların fərqləri budur ki, build ümumiyyətlə proyekti işə salır və əvvəlki yaranan fayllarımızı silib yenisini yaradır. Rebuild daha doğrusu build həmin faylların üzərinə yaradır, amma rebuild onları silib təzədən yaradır. Clean isə sadəcə həmin əvvəlki fayllarımızı silir. Bunu, yəni indi danışırıq, amma praktiki olaraq göstərəndə daha yaxşı başa düşəcəksiniz. Gəlin ilk növbədə proyektimizi işə salaq. Bu hissəni biraz yuxarılasək. Bəli, build started at 16:59. Yəni 16:59-da yəni proyekt başladıldı. Və bu proyektin özünün harda saxlandığını görmək üçün biz bu hissədə Open Folder in File Explorer hissəsinə girərək həmin proyektin olduğu hissəyə daxil oluruq. Məsələn, biz burada binə klikləyib debuga girsək, bayaq işə saldığımız proyektin burada bu faylları yaratdığını görmüş olarıq. Məsələn, mən burada əgər clean, daha doğrusu rebuild eləsəm, həmin proyektlər silinir və yenidən build olunur, yəni yenidən yaradılır. Amma bu çox sürətli baş verdiyi üçün biz bunu görə bilmirik. Gəlin clean edək, clean etsək, baxın həmin fayllar silindi və mən indi bunu yenidən build eləsəm, bunu yenidən build eləyək və baxırıq ki, həmin layihələr gəlmiş oldu. Yəni build, rebuild və clean hissələri də bu cür. Amma biz həmişə bu prosesi mi eləməliyik? Xeyr, biz bu prosesi etmədən də burada run düyməsi, yəni start düyməsi var. Bundan işə sala bilərik. Gəlin növbəti bir proyekt. Məsələn, burada biz birincisini işə saldıq. Amma bəs mən ikincini işə salmaq istəsəm, bu zamanda ikinciyə sağ klikləyib, məsələn, build edək. Build started at 17:01. Amma bunun harda olduğunu tapmaq üçün yenə Open Folder in File Explorer deyərək binə daxil oluruq, debuga daxil oluruq və bu hissə açılır. Biz clean desək, həmin hissə silindi və yenə build desək, bu zaman həmin proyektlər artıq yenidən yüklənib, çünki yenidən proyekti işlədirik. Bəs mən bunların hər ikisini eyni anda işə salmaq istəsəm nə olacaq? Bu zaman solution hissəsinə daxil olaraq build solution edirik və hər iki proyektin işə salındığını görəcəyik. Burada solutionda Open Folder in File Explorer-a girərək C# ilk dərs və C# ilk dərs 2. Baxın, həm bin faylları mövcud, daha doğrusu C# ilk dərs 2-nin bin faylları mövcuddur, həm də ilk dərsin bin faylları mövcuddur. Yəni hər ikisi artıq işə salınıb.
Bəs biz bu qədər prosesi hər dəfə etməliyikmi? Xeyr, etməyə ehtiyac yoxdur. Yəni, Visual Studio bunu bizim üçün hazır edir. Burada Run düyməsinə klikləyərək həmin layihələri işə sala bilərik. Və Run düyməsinə klikləyən zaman belə bir qara ekranla qarşılaşırıq. Təbii ki, biz heç bir, ekrana yazı çıxartmadığımız üçün heç nə çıxmadı. Amma gəlin, yəni düzü bu hissəni, eee, sizə gələcək dərslərimizdə izah edəcəm. Hello World sözünü yazdıraq və run edək. Aha. Gördüyünüz kimi biz bura Hello World yazdığımız halda heç bir yazı çıxmadı. Çünki biz hal-hazırda bu kodu hansı klassın içərisinə yazırıq? C# ilk dərs 2-nin içərisinə yazdırırıq. Və lakin bizim, belə deyək, işə salınan proyektimiz ilk dərsdir. Çünki qalan hərflərlə yazılan ilk dərs, yəni C# ilk dərsdir. Biz buna görə, biz elə etməliyik ki, artıq ikinci proyekt işə düşsün. Bu zaman neynirik? Ya burdan, ya da ilk dərsə sağ klikləyərək, set as startup project deyirik və fikir verdinizsə artıq, C# ilk dərs 2 qalan hərflərlə yazıldı və artıq biz bu kodu işə salsaq, Hello World yazısı ekrana çıxacaq. Gördüyünüz kimi ikinci proyektimizi işə saldı və Hello World yazısı ekrana çıxdı. Yəni, ümumiyyətlə bu, run etmək, proyekti yaratmaq hissəsi, hələ ki bu qədərdir. Növbəti dərslərimizdə artıq, necə kod yazacağıq, ekrana necə yazı çıxardacağıq, indi yazdığımız Hello World kimi, bu kimi proseslərlə, prosesləri öyrənəcəyik.